Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı müğənni Lalə Dadaşovanın oğlu Zaurdan danışıb. Aktrisa bir gün verilişində Zaurun həbsxanadan çıxdığını deyib. O bildirib ki, hazırda münasibətləri yaxşıdır. Kamera qarşısında Zaura zəng eləyən Mehriban Xanlarova deyirəm düşmən deyilik, inanmırlar. Dedilər azadlığa çıxıb, baxıram mənə mesajla yazmısan sözlərini söyləyib. Zaur isə nə olsun ayrılmışıq, dostluq, hər zaman qulluğundayım. İndi də deyirəm ki, Mehriban kimi kişi balası görməmişəm. O başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir, amma birləşmək olmaz, bitib sözlərini əlavə edib. Qeyd edək ki, Zaur xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.